Ölkəmizdə heyvan mənşəli xəstəliklərin qarşısının alınması məqsədi ilə keçirilən reyd zamanı Nizami rayonunun müxtəlif ərazilərində fəaliyyət göstərən kəsim məntəqələrində bir sıra nöqsanlar aşkar edilib. Reyddə Qida Təhlükəsizliyi Agentliyi, polis və icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. İllərdir ət kəsimi ilə məşğuldurlar, lakin satış məntəqələrində gigiyenik qaydalara necə riayət olunmasından xəbərsizdirlər. Görüntülər paytaxtda Nizami rayonu ərazisində fəaliyyət göstərən qanunsuz ət kəsimi və satışı həyata keçirilən məntəqələrdəndir. Reyd zamanı bir sıra nöqsanlar aşkarlandı. Məsələn, bu ət satışı məntəqəsinin qəssabı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına yeni adı ilə köhnə baytarlıq sənədini təqdim etdi. Hər gün mal kəsilir. Baş ətin istifadə müddəti 5 gündür. Bundan sonra onun qanunsuz ət kəsimi həyata keçirdiyi məlum oldu. Ümumiyyətlə, bu məntəqədə, bu şəraitdə ət kəsimi təkcə təhlükəli deyil, eyni zamanda qanunsuzdur. Elə nə baytarlıq sənədi var, nə də gigiyenik qaydalara riayət olunur. Hazırda digər məntəqələrdə olduğu kimi burada da Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətin satışı dayandırıldı. Ətlərdən nümunə götürülərək laborator analizlər aparılacaq. Bu məntəqələrdə isə reydin keçirilməsindən xəbərdar olan qəssablar hazırlıqlı idilər. Reydin keçiriləcəyini bilən məntəqənin rəhbəri və qəssab əti yığışdıraraq özləri isə ərazidən uzaqlaşdırıblar. Bu məkandasa qəssabın gigiyenik sanitar qaydalara riayət etdiyi və tələb olunan baytarlıq sənədlərinin qaydasında olduğu müəyyən edildi. Özüm 20 ildir burada işləyirəm, 20 il ət satıram. Mən də hamı tanıyıraq burada. Mən də istəyirəm ki, sağlam heyvan kəsim və müştərilərimə sağlam ət məhsulları təqdim edeyim. Və satışda olan ətin üzərində baytarlıq möhrünün olmaması necə ətin köhnə olmasına dəlalət edirmi? Möhür ona görə yoxdur ki, cəmaət elə bilir ki, o xaricdən gəlməlidir. Ona görə deyir, buradan kəsib götürüb onu möhürü atırıq aynə ki, eləməsinlər. Növbəti məntəqə Nizami rayonu Əliyağa Kürçaylı bir yer ünvanı oldu. Neçə gündür sistem düzgün işləmədiyinə görə, biz sərsəri heyvanı vaxtlı kəsib götürdüyümüzə görə, orada deyirlər ki, siz at familiyanı deyin, burada qidanın işçisi varsa, deyək at familiya, yəni çıxacaq bütün sənədlər. Bundan əlavə reyd zamanı yol kənarlarında qanunsuz olaraq quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən söküldü və kəsim yerlərinin rəhbərlərinə son xəbərdarlıq edilməklə bəzi sahibkarlara inzibati protokol tərtib olundu. Nizami rayonu ərazisində keçirdiyimiz bu 6 ət satış mağazasında üçünün yəni bağlayaraq qaçdığını müəyyənləşdirdik. Digər bir fəaliyyət sahəsində ətlərin üzərində möhür olmadığı, baytarlıq arayışının olmadığı müəyyənləşdirildi. Digərində isə baytarlıq sənədi olsa da ətin üzərində möhürü yox idi. Hal-hazırda qarşısında dayanıb ət satış mağazasında isə ətin üzərində möhür olsa da onun yəni müşahidə edən baytarlıq sənədi təqdim edilməmişdir. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, bu kimi reydlər növbəti günlərdə də keçiriləcək. Nəticə çıxarmayanlara qarşısa sərt tədbirlər görüləcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.